haqla, həqiqəti təmsil edən peyğəmbərlə yalancı peyğəmbər arasında fərq var və qəlb o fərqi bilir. Qəlb belə yaranıb. Qəlblə həqiqət arasında bir gizli bağ var. Qəlb saf olsa, haqqı təmsil edən adamı qəbul edir insanlar. Bugünün ən böyük səhvlərindən biri bilirsiniz nədir? Bizə yeritməyə çalışırlar ki, qəlblə, insan qəlbi ilə, insan ağlı ilə haqq sözlə nahaq söz arasında olan məsafə eynidir. İzah eləyə bilirəm. Yəni, bugün bu pluralizm ki, təbliğ olunur, həqiqətin nisbiliyi filan, ən əsas məsələlərdən biri ki, səhv şəkildə bizlərə təlqin olunur, bundan ibarətdir ki, qəlbin özü haqla nahaq arasında eyni məsafədə dayanıb. Yəni, haqq üçün olan dəlillər, batil üçün olan dəlillər belə deyək, bərabər olmalıdır. Daha doğrusu, ümumiyyətlə, haqq və nahaq məfhumu yoxdur insan üçün. İnsan sırf dəlilə tabi olmalı və dəlil nöqteyi nəzərindən də haqq sözlə nahaq söz arasında hər hansı bir fərq yoxdur. Bunu bizə təlqin etməyə çalışırlar. Bunu fitrət deyilir ki, insanlar tohid fitrət əsasında yaradılıb. Haqla nahaq söz arasında fərq böyükdür qəlb üçün. Dəlili sübutu demirəm, qəlbin özü üçün, insan ruhu üçün. İnsan ruhu ilə bir doğmalıq olmalıdır həqiqət arasında. Odur ki, haqq sahibindən tez qəbul eləməklə, yalancı bir adamdan tez qəbul eləmək arasında fərq var. Çünki biz deyir, Peyğəmbəri tez qəbul edirlər, bəziləri deyər ki, bu məntiqlə biri yalancı olsaydı, onu da tez qəbul edəcəklər. Xeyr, bu həqiqəti təmsil edirsə və qəlbdə saflığını qoruyubsa, qəribə şəkildə çəkəcək özünə. Və bu məsələni biz vurğulamalıyıq, bunu biz bilməliyik. Çox dəlil sübutdan danışmaq ki, dəlil gətirsin. Təbii ki, məni siz yaxşı tanıyırsınız, şükür Allaha. Birinci dəfə görsəydiniz, deyərdiniz ki, bu nə danışır bu? Dəlilin əleyhinə danışır, bizi kör-köranəliyə dəvət edir. Mənim dəvətimi də, söhbətlərimi də burada oturanlar eşidib və bilirsiniz ki, biz hansı səbkidə dəvət eləmişik insanları, hansı yolun tərəfdarıyıq. Amma bunları biləndən sonra istəyirəm bu bəhsi rahat burada danışım ki, siz mənə tam başa düşəsiniz. Yəni, mən dəlil əleyhinə deyiləm. Amma dəlilin rolu lazım olduğundan artıq şişirdilib haqqı qəbul eləməkdə, sözüm budur. Dəlilin rolu lazım olduğundan çox şişirdilib. Və yəni, bütpərəstlər getdikləri yol hansı dəlil əsasən gedirdilər ki, Peyğəmbərin dəlilləri onları qane eləməsin? Güya, məsələn, getdikləri yol hansı bir əqli dəlillərə söykənirdi ki? İnsanın, Quran bunu bəyan edir və Peyğəmbərin həyatı bizə örnəkdir ki, qəlbində bir nur olsa, haqq onu tez cəzb eləyir. Əlbəttə, dəlil, sübut da göstərər. Quran bəzi yerlərdə dəlillər göstərir, bəzi yerlərdə deyir, özünüz tapın, yəni düşünün tapın, bunların hamısına təşviq edir insanları. Amma iman gətirmə prosesi o qədər də çətin proses olmamalıdır. İman gətirmə prosesi